Ramazan ayının gündəlik duaları, imsak və iftar vaxtlarını təqdim edirik. 8 mart Ramazan ayının 8-ci günüdür. İmsak vaxtı 5:41, iftar vaxtı isə 18:54-dədir. Ramazan ayının 8-ci gününün imsak duası belədir. İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, cəmaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə ant verirəm, ey arzu edənlərin pənahı. İftar duası isə belədir. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə, ey hududsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah oruçlarınızı qəbul etsin.